Bugün çevrə üzrə bərabər sürətli hərəkət barədə danışacağım. Elədirsə, gəlin izaha başlayaq. Mən şəkil üzərində izah etmək istəyirəm. Bu çevrədir və çevrə üzərində deyək ki, bir cisim dayanıb A nöqtəsində. Bu A nöqtəsi cismin çevrə üzərindəki başlanğıc vəziyyətinin nöqtəsidir. Daha sonra cisim hərəkət edib və B nöqtəsinə gəlib çatıb. Bu B nöqtəsi isə cismin son vəziyyətinin nöqtəsi hesab edilir. Deməli, əvvəlcə cismin başlanğıc vəziyyətini çevrənin mərkəzi ilə, çevrənin mərkəzi də buradır, çevrənin mərkəzi ilə birləşdirən radius, daha sonra cismin son vəziyyət nöqtəsini çevrənin mərkəzi ilə birləşdirən radiusa baxırıq və görürük ki, bu iki radius arasında bir dənə nə yaranır? Bucaq yaranır. Bu bucaq isə dönmə bucağı adlanır. Fi hərfi ilə işarə edilir. Yəni belə. Fi hərfi ilə işarə edilir. Və nə üçün belədir? Elə ki, cisim hərəkət etdikcə, əvvəlcə A nöqtəsindən düz demirəm, bu cisim hərəkət etdikcə bu cismə bitişik olan, həmçinin də çevrənin mərkəzinə bitişik olan radiusda hərəkət edir. Əvvəlcə burada olur, sonra burada olur, sonra burada olur, burada olur və ən son gəlib bu nöqtəyə gəlib çatır ki, radius bura gəlib çatır. Və biz ortadakı radiuslara baxmırıq, baxırıq ki, əvvəlki vəziyyəti və sondakı vəziyyətindəki radius. Görürük ki, bu iki radius arasında yaranır, bir dənə bucaq yaranır. Radius döndüyünə görə bu dönmə zamanı arada yaranan bucaq da dönmə bucağı adlanır və fi hərfi ilə işarə edilir. Və bu zaman cisim A-dan B-yə hərəkət etdiyinə görə bu məsafə də L ilə işarə olunur. Çünki cisim bu zaman çevrə üzərində müəyyən qədər məsafə qət edir, yol gedir. Və bu yol da AB gövsünə bərabərdir. Yəni bu gövsün uzunluğu cismin getdiyi yol hesab edilir. Gəlin nəzəriyyəyə baxaq. Deyir ki, cismin çevrənin mərkəzi ilə birləşdirən radius istənilən bərabər zaman fasiləsində bərabər qədər bucaqlar cızırsa, belə hərəkət çevrə üzrə bərabər sürətli hərəkət adlanır. Yəni, tutaq ki, burada da bir dənə belə nöqtədir. Burası C-dir, C nöqtəsi, D nöqtəsi, E nöqtəsi. Və deyir ki, bu bucaqlar da var. Bunlar da fi-dir hamısı. Tutaq ki, A-dan B-yə qədər dönmə bucağı, yəni fi-nin qiyməti olub 30 dərəcə. Onda B-dən C-yə də 30-dursa, C-dən D-yə də 30-dursa, D-dən Y-yə də 30 dərəcədirsə, A-dan Y-dən A-ya qədər də 30 dərəcədirsə, hamısında eyni qədər bucaqlar cızılıbsa, yəni dönmə bucağı fi hamısında 30 olubsa, belə hərəkət çevrə üzrə bərabər sürətli hərəkət adlanır. Və deyir ki, gəlin bunları silək. Tutaq ki, cisim çevrə üzərində A nöqtəsindən B nöqtəsinə hərəkət eləyərək R radiusu fi bucağı qədər dönüb. Bu zaman AB gövsünün uzunluğu cismin getdiyi yoldur. Fi isə dönmə bucağı adlanır. Bunları bayaq izah elədik. AB gövsü olur cismin getdiyi yol L. Bu fi isə olur dönmə bucağı. Fi L-in R-ə nisbətinə bərabərdir. Vahidi isə 1 radiana bərabərdir. Və fi o vaxt 1 radiana bərabər olur ki, L ilə R, yəni gövsün uzunluğu olan L və R, yəni çevrənin radiusu bir-birlərinə bərabər olsun. Çünki bu demək ki, onlar bir-birlərinə bərabər olanda onların bir-birinə olan nisbəti, yəni düsturda da çünki nisbətidir. Onlar bir-birlərinə bərabər olduğuna görə onların nisbətləri də nə olur? 1-ə bərabər olur. 1 nəyə bərabər olur? Fi-nin də vahidi 1 radian deyə radiana bərabər olur. Bu düsturlar isə riyaziyyatda da olan düsturlardır ki, hal-hazırda fizikada da verilib. Ona görə bunu əzbərləmək lazımdır sadəcə. Bir neçə test var bundan bağlı test toplusunda. Sonra radiusun dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbəti ilə ölçülən kəmiyyət isə bucaq sürəti adlanır. Bucaq sürəti omeqadır. Və deyir ki, omega dönmə bucağı nə idi? Bayaq dedik fi. Bu dönməyə sərf etdiyi zamana, yəni t-yə
olan nisbəti adlanır bucaq sürəti. Yəni dönmə bucağının, yəni F-nin bu dönməyə sərf etdiyi zamana, yəni T-yə olan nisbət adlanır bucaq sürəti, yəni omega. Həmçinin çevrə üzrə bərabər sürətli hərəkətdə tezlik anlayışı da var. Tezliyin vahidi 1/saniyə və ya 2 saniyə üstü -1 və ya 1 dövr bölünsün saniyəyə bərabərdir. Tezlik özü N hərfi ilə işarə edilir, kiçik N hərfi ilə. Və tezliyin vahidi 1 dövr bölünsün saniyə olaraq bərabər olur ki, bu hərəkət zamanı cisim 1 saniyədə 1 dövr eləsin. Yəni kiçik T 1 saniyə bərabər olanda böyük T olsun 1-ə. Bu zaman kiçik N dövr bölünsün nəyə bərabər olur? Heç çatmadı. Bu zaman kiçik N dövr bölünsün saniyə və yaxud da ki, saniyə üstü -1-ə bərabər olur. Fırlama tezliyi ilə fırlama periodu arasındakı əlaqə düsturu verilib. Yəni, kiçik N bərabərdir 1 bölünsün böyük T. Böyük T bərabərdir 1 bölünsün kiçik N-ə. Buradan da göründüyü kimi N ilə T bir-birlərinə tərs mütənasibdirlər. Çünki biri o birisinin 1-ə bölünməsinə bərabərdir. Biz də bilirik ki, məsələn, N ilə kiçik N ilə 1 bir-birlərinə hazırdır bu düstura görə, yəni bu ifadəyə görə düz mütənasibdir. Amma N ilə T tərs mütənasibdir, çünki aşağıda yerləşib T. Və yaxud da ki, T ilə, böyük T ilə 1 düz mütənasibdir, amma T ilə N tərs mütənasibdir, çünki kiçik N aşağıda yerləşib. Ona görə də biri digərinin tərsinə bərabərdir. Çevrə üzrə bərabər sürətli hərəkətdə cismin getdiyi yolun zaman nisbəti sabit qalır və xətti sürət adlanır. Nəyə görə xətti sürət və nəyə görə sabit qalır? Adından göründüyü kimi çevrə üzrə bərabər sürətli hərəkət və cisim çevrə üzrə iki cür istiqamətdə hərəkət edə bilər. Ya saat istiqamətində hərəkət edir. Yəni 12-dən başlayaraq belə gedir, gəlir 12-yə. Ya da saatın əksi istiqamətdə hərəkət edir. Yəni 12-dən başlayır, 11, 10, nə bilim 9, 8 belə gəlir, saat 1-ə, 12-yə kimi gəlib çatır. Yəni saatın əksi istiqaməti də budur. Saat istiqaməti budur. Saatın əksi istiqamətində də budur. İki cür hərəkət edə bilir. Və bu hərəkətlər zamanı tutaq ki, deyirik ki, cisim A nöqtəsindən A nöqtəsi hərəkətə başlayıb, saat istiqamətində hərəkətə başlayıb. Bu zaman onun sürətinin istiqamətini müəyyən edin. Sürət həmişə belə istiqamətdə olacaq. Əvvəlcə belə, sonra belə. Həmişə çevrəyə toxunan istiqamətdə olur həmişə. Sürətin istiqaməti, sonra belə, sonra belə, sonra belə və belə gəlib A nöqtəsinə təzədən çatır. Bu da V-dir hamısı, yəni sürətin istiqamətindir. Və sürət adından göründüyü kimi sabit qaldığı üçün V yenə çevrə üzrə bərabər sürətli hərəkətdə konstantdır. Gəlin o bir nəzəriyyəyə baxaq. Çevrə üzrə hərəkət edən cismi istənilən nöqtəsindəki V sürəti həmin nöqtədə çevrəyə çəkilən toxunan istiqamətdə yönəlir. Bayaq dedik, çevrəyə çəkilmiş istiqamətdir. Belə, belə. Yəni, çevrəyə toxunur. Görürsünüz, çevrədir və bu da ona toxunan istiqamətdir. V nəyə bərabərdir? Biz bilirik ki, cismin sürəti onun getdiyi yolun, bu yola sərf etdiyi zamanı olan nisbətinə bərabər kəmiyyətdir. Və çevrə üzrə bərabər sürətli hərəkətdə cismin getdiyi yol L ilə işarə olunur. Onda V, L-in bu L-ə sərf olunan zamanı, yəni T-yə olan nisbətinə bərabər kəmiyyətdir. Biz bayaq demişdik ki, F bərabərdir L bölünsün R. Buradan L-i tapanda nə alınır? L də F ilə R-in hasilinə bərabər olur.
Gətirib yerinə yazanda L bölünsün T. L nəyə bərabər oldu? Phi-rə. Phi-r bölünsün T-yə bərabər olur ki, bu düsturda da bu verilib. R phi bölünsün T, yəni phi-r bölü T və ya R phi bölü T eyni şeydir. Daha sonra digər düsturu izah edək. Böyük T fırlanma perioduna bərabər olan müddətdə cismin çevrə uzunluğu L bərabərdir 2πr qədər yol gedir. Onda cismin çevrə üzrə hərəkətinin sürəti belə olacaq. Deyir ki, nəyə görə böyük T-yə bölüblər? Deyir ki, fırlanma perioduna bərabər olan müddətdə, yəni zaman burada böyük T-nin artıq ifadə edilib. Tam bir period edilib də, yəni çevrə üzərində bu A nöqtəsindən gəlib çatıb bu nöqtəyə. Artıq bu bir period növədir bu arada saniyədir. Bir period, kiçik T-nin də vahidi saniyədir, bir periodun da vahidi saniyədir mütləq. Ona görə də bunu onunla əvəz ediblər. Çünki tam bir period baş verib. Ona görə T-ni böyük T ilə əvəz ediblər. Deyir ki, T fırlanma perioduna bərabər olan müddətdə cismin çevrə uzunluğu nə olub? 2πr olub. Çünki cisim çevrə üzərində hərəkət edəndə, gəlib çatanda həmin nöqtəyə, başlanğıc vəziyyətinə təzədən qaydanda, A-dan hərəkətə başlayıb A nöqtəsinə qaydanda, onun getdiyi yol elə çevrənin ümumi uzunluğuna bərabər olur. Bu da olur nə? 2πr. Çünki çevrənin uzunluğu 2πr-dir. V bərabərdir. Cismin getdiyi yol, yəni L, bayaq düsturda görmüşdük, baxın. V bərabər L bölünsün T. Burada L-in əvəzinə gətirib qoyublar 2πr-i. Çünki ümumi getdiyimiz yol çevrənin uzunluğuna bərabərdir. 2πr-i də bölüblər böyük T-yə. Nə üçün kiçik T yox? Çünki tam perioddur. Kiçik T-də böyük T-nin əvəz olunur. Və sonra bu düsturdan 2πr bölünsün T-dən 2πr-ni alıblar. Necə alıblar? Sual yaranır. Biz bilirik ki, bunu belə də yaza bilərik. 2πr vurulsun 1 bölünsün T-dir də, elə bil bu. Buradan 1 bölünsün T bizə nəyi verir? Bayaqki düsturda baxın. 1 bölünsün T bizə nəyi verirdi? N-i verirdi. Gətirib ona görə 1 bölünsün T-nin yerinə N yazıblar. Olub 2πr-N. Həmçinin N-i, yəni balaca N-i bilirik ki, balaca N nəyə bərabərdir? Böyük N bölünsün T-yə bərabərdir. Yəni belə əvəz ediblər. Bucaq sürəti isə aşağıdakı kimi ifadə olunur. Omega ilə. Omega nədir? 2pi bölünsün T. Nə üçün 2pi bölünsün T? Çünki omega, indi aşağıda onu görəcəyik. Həmçinin biz bayaq dedik məncə onu. Omega bərabərdir phi bölünsün T-yə. Phi də nə olur? 2pi, phi də nə olur daha doğrusu? Phi bərabərdir L bölünsün R. Gətirib yerinə qoyanda omega bərabərdir L bölünsün R. Bu da bölünsün. Yer çatmır, burada yazma. Omega bərabərdir phi bölünsün T. Phi də L bölünsün R. L bölünsün R. O da bölünsün T-yə. Gətirib yerinə qoyanda necə alınır? L bölünsün R vurulsun T olur. Elimiz də dedik ki, çevrə üzrə bərabər sürətli hərəkət zamanı tam bir periodda nə olur? 2πr olur. L 2πr-ə bərabərdir. Aşağıda R var, bir dənə də T var. R-lər gedir, qalır nə? Omeganın düsturu olur. 2pi bölünsün. Göylə ifadə edeyim. 2pi bölünsün T alırıq. Ona görə də bizim aldığımız düsturda, daha doğrusu bizə verilən düsturda omega 2pi bölünsün T-yə bərabər olur. Sonra burada təzədən böyük T nəyə ifadə ediblər? Vur elə ki 1 deməkdir də bu. Vur 1 bölünsün böyük T. 1-i də böyük T-yə bölən nə alınır? N alınır. Alınır 2πn.
Həmçinin kiçik n də biz bildik ki, kiçik n də bərabərdir böyük n bölünsün t-yə. N-i də elə bir əvəz ediblər böyük n bölünsün t-ilə. Xətti sürət bucaq sürəti ilə radiusun arasında bərabərdir. Yəni V bərabərdir omega r. Burada nə tapılır? Omega tapanda nə edirik? V-ni r-ə bölürük. Asan düsturlardır. Sonra sürətin istiqaməti dəyişdiyinə görə çevrə üzrə bərabər sürətli hərəkət təcilli hərəkət adlanır. Biz bilirik ki, ümumiyyətlə sürət vektorial kəmiyyətdir. Başındakı vektor işarəsini görmək mümkündür bunu. Vektorial kəmiyyət o demək ki, yəni onun həm ədədi qiyməti var, həm də istiqaməti var. Və cismin sürəti həm ədədi qiymətcə, həm də istiqamətcə sabit qalırsa, bu zaman burada bir təcil anlayışı yaranmır. Amma əgər onun istiqaməti və yaxud da ki, onun qiyməti dəyişirsə, bu zaman təcil deyilən bir anlayış ortaya çıxır. Yəni A təcil deyilən anlayış ortaya çıxır və çevrə üzrə bərabər sürətli hərəkətdə, ümumiyyətlə çevrə üzrə hərəkətdə biz dedik ki, cismin sürəti çevrəyə toxunan istiqamətdədir. Və təcili isə bu sürət vektoruna perpendikulyar istiqamətdədir və çevrənin daim mərkəzinə doğru istiqamətlənir. Yəni bu çevrənin mərkəzidir və baxın belə bu A-dır. Çevrənin mərkəzinə doğru istiqamətlənir. Və yaxud da baxın bu A-dır. Çevrənin mərkəzinə doğru istiqamətlənir A həmişə. Və burada da görürük ki, sürət vektoru ilə təcil vektoru arasında bir 90 dərəcə yaranır. Baxın. Hamısında 90 dərəcə yaranır. Ona görə deyir ki, çevrənin istənilən nöqtəsindəki təcil vektoru sürət vektoruna perpendikulyar olur və çevrənin mərkəzinə doğru yönəlir.